Almanya'dan salamlar. Bugün ayın 6'sı may. Artıq Almanya'da vəziyyət gərgindir. Biraz Almanya'dakiler haqqında. Bəlkə bu video çıxar sizin qarşınıza. Almanya qaçqınlığı qəbulunu dayandırır. Almanya'da təmizləmə gedir. Artıq 6-7 aydır. Əgər siz Almanya'da negativ almışsınızsa intervyudan, birinci məhkəmədən, yəni vəkil bir şey elə bilməyəcək sizin üçün. Yalandan 200 avrozu alacaq, sonra da sənədlər üzrə. Amma əslində bir şey eləyə bilməyəcək, çox risk eləməyə dəyməz. Sizə mənim məsləhətim qaçın. Bu da Mercedesdir. Bura Baden-Württemberg əyalətidir. Almanya'nın 16 əyaləti var. Ondan da biri budur. Mercedesin vətəni. Baxın Mercedeslərin satışına. Bunlar hamısı satılır. Bəli dostlar, əgər siz negativ almışsınızsa artıq şansınızı çox zorlamayın. Türklər demişkən qaçın. Bəzi insanlar küllü miqdarda pul verirlər Fransaya qaçmaq üçün, İspaniyaya qaçmaq üçün. Sizə məsləhətim odur ki, özünüz boyda çamadan götürüb şübhəni üstünüzə çəkməyə ehtiyac yoxdur. Siz sadəcə sizin o əşyaları orada yaşadığınız bir şəhərdə bir yerə qoyub və kiçik sumkayla ilk sizə lazım olacaq əşyalarla gəlin Almanya'nın sərhəd şəhərlərinə və oradan yeriyə də keçirsən sərhədi. Daha artıq 700 avro, 800 avro pul verib taksi ilə gəlib keçməyin mənası yoxdur. Almanya'da heç kim gözün yaşına baxmırlar. Almanya'da kamp stilidir. Kampdakı ürəklər istədiyi zaman gəlir götürür. Bura BMW'dir, BMW'nin dilləri. Baxın BMW'lərə. BMW'lər satışıdır bura. Mini Cooper'da satırlar. Bu qədər dostlar, Almanya'dakiler. Gözləmin sizi deport etsinlər. Qaçın başqa ölkələrə, İspaniyaya, İtaliyaya. Alman sərhədindən nə qədər uzaq qaçsanız o qədər sizin Avropada qalma şansınız var. Yoxsa mən az bildim etmişəm Almanya'da. Almanya'nın tarixini bilirəm. Belə şey yoxdur. Gecənin bir aləmi gəlirlər saat 5-6. 5 dəqiqə sənə vaxt verirlər, giyin. Biraz da bəyan edirsən, sənə xüsusi dərmanlar var. Ondan vururlar, yatdırırlar. Olursan tərəvəz. Burada mindirirlər samalyota. Düşürsən gəldiyin ölkədə. Hesablayırlar sən neçə saatdan sonra olacaqsan orada. Ona elə o saatlıq o dozada dərman verirlər. Və sən olursan tərəvəz, tuturlar əlindən, mindirirlər samalyota, bir də ayılırsan gəldiyin ölkədə. Bu da onun üçündür ki, sən samalyotda təhlükə yaratmayasan. Belə dostlar, bacardığınız qədər mücadilə edin, bacardığınız qədər çalışın qalasız. Yeni gələn dostlara, yeni gələn insanlara nədir məsləhətim? Ekonomikası güclü olan ölkələrə gəlməyin. Məsəl üçün Almaniyadır, Hollandiyadır, Belgiyadır, İsveç, Norveç. Bunlara getməyin, bunlarda çətindir oturum almaq. Sizə lazımdır ekonomikası zəif olan ölkələrdə, yəni bu haradır, Portuqaliyadır, İspaniyadır, İtaliyadır, Latviya, Litviya, Polşa, Estoniya, bax belə, Lüksemburgdur, Liechtensteindir, belə yerlərdə qalma şansı çox azdır. Ekonomikası zəif olan niyə ölkələrə gedin? Ona görə ki, onlar deport eləməyə vəsait çox hallarda, necə deyərlər, çox hallarda qəbul etmirlər ki, kimsə deport eləsinlər, onsuz da öz ölkələrinə pul lazımdır, belə deyək. Ona görə siz, məsəl üçün İspaniyada, Avropa bildiyiniz kimi gələndə sizdən intervyu alırlar. İntervyu nədir?
Səndən soruşurlar niyə gəlmisən bura? Sən də başlayırsan danışmağa. Məni belə öldürürdülər, məni belə kəsirdilər. Elə belə, bir çox mövzularda danışırsan. Və əgər sənin intervyun qəbul olmursa, sənə rədd cavabı və ölkəmi tərk elə məktubu gəlir. Sən bu müddətdə stop basa bilərsən və geri dönə bilərsən. Onda dövlət sənin bileti də alır, sənə də müəyyən qədər pul verir. Bu ölkələrə görə dəyişir. Fransada 800 avrodur adam başına, o biri Almaniyada 1300, Hollandiyada 2000, İsveçrədə 2700, belə dəyişir. Bu şəkildə gəlib İspaniyada 3 il məsəl üçün intervyudan siz negativ alsanız da pul ilə və ya tanışlıqla propiska edəsiniz özünüzü. Yəni adres alsanız 3 ildən sonra rahat şəkildə özünüzü legallaşdırırsınız. Fransada 3 ildir, İspaniyada 3 ildir, Fransada 5 ildir, Almaniyada 7 ildir, Hollandiyada 8 ildir. Yəni bu nədir? Gizlənib, İspaniyada gizlənmirsən, bildiyin kimi gedib işləyirsən, yaşayırsan. Amma Fransada gizlənirsən, Almaniyada gizlənirsən, bu 5 il ərzində, ondan sonra çıxırsan, deyirsən ki, bəli, mən 5 il ərzində burada olmuşam, artıq bura öyrəşmişəm, məni legallaşdırın. İş izni alırsan və oturum izni alırsan, oturum izni alanda onsuz da iş izni verirlər. Sənə ondan sonra legallaşanda 1 illik oturum izni verirlər, işləmə icazəsi də içində, baxsınlar, görsünlər ki, sən nə edəcəksən bu sərfəli mi istifadə edəcəksən bu şansdan, yoxsa yox. Belə dostlar, gəlməyə Avropaya, gəlməyə hər zaman dəyər. Çünki Avropada 3 il, 5 il əziyyət çəkirsən, sonra yaxşı yaşayış başlayır. Amma bəzi ölkələr var ki, SNG ya başqa ölkələr, orada ömrü boyu əziyyət çəkirsən, heç vaxtda sənin vəziyyətin yaxşılaşmır. Günü-gündən pisləşməyə doğru gedir. Bu qədər. Almaniyadaşlar diqqətli olun. Gəlmək istəyənlər də yolunuz açıq olsun. Gənclərə əsas da məsləhətim odur ki, tələbə vizası ilə gəlsinlər. Oxusunlar, qalsınlar, sonra getsinlər, evlənsinlər. Siz burada gəlib qaçqınlıq edəndə siz hansı ölkənin əleyhinə danışmışsınızsa, məni orada öldürürlər. Siz oturum alandan sonra o ölkəyə getmək qadağan qoyulur, ömrü boyu. Bunu da nəzərə alın. Buna görə ən yaxşısı tələbədir, sonra işçi vizasıdır. İşçi vizasında dəqiqləşdirin, gətirirlər Çexoslovakiya, yalandan deyirlər, nə bilim, maşın zavodunda işləyəcəksən, maşın fabrikasında. Amma gəlirsən ki, taxta şalban sexində, tozun, torpağın, çox pis, çox iş şərtləri çox pis və sən də bu qədər pul vermirsən, məcbur olursan işləməyə. Bir sürü müddətdən sonra, bir sürədən sonra artıq bezirsən və sən çarəsiz qalıb geri dönmək istəyirsən gəldiyin vətənə. Mən məsləhət görməzdim gəldiyin vətənə geri dönüb. İtaliyada, İspaniyada, Portuqaliyada, belə Polşada yox, Estoniyada qaçqınlığa verib yoxlamaq. Yəni burada insan haqları, insan əməyinə yaxşı qulluq olunur. Necə deyərlər, yaxşı insan haqlarına daha üstünlük verilir. Və siz özünüzü vəkil yolu ilə, nə ilənsə, axırda hər kəs necə eləyir, siz də bir yol tapıb, o ölkədə onsuz da 1, 2, 3 il yaşadıqdan sonra artıq sizin çevrəniz olur, artıq siz adamları tanımağa başlayırsınız. İşiniz olur. Diqqətli olmaq lazımdır. Gələndə hər şeyə hazır olmaq lazımdır. Yəni sabah sən gəldin, deyək ki, Hollandiyaya, Hollandiyada kamp sistemidir. Səni verəcək Afrikanlarla bir binaya və ya bir evdə 3 otaq var. Bir otağında Afrikanlı ailə qalacaq, bir otağında sən, bir otağında da Hindistanlı. Digəl də indi. Daha bunların bizim mentalitetimiz, bizim adət-ənənələrimiz fərqləndiyi kimi yeməklərimiz də fərqlənir və yeməklərimizin iyi də fərqlənir. Təmizliyi də, hər şey fərqlənir. Yəni insanlar var ki, gəlir viza satanlar da vətənimizdə 4000, 5000, insaf da dinin yarısıdır. Bu qiymətə viza olar. Evlə pul xərcləyirlər, gəlirlər bura. Nə qədərsə alladılır. Viza
viza alanlar, viza düzəldənlər alladır bunları, pulunu alır, qaçırlar. Nə bilim, bir sürü hekayələr var da. Ondan sonra bunlar insanlar dediyim kimi buna dözmür. Bu verdiyi pula, bunlar axırı heç nəyə bunların gözünün önündə olmur. Bunlar geri qayıdırlar. Yəni belə şeylər var. Özünüzü psixolojide hazırlamalısınız bu yola. Bu bir yoldur. Yəni bunun sonunda yaxşı yaşayış var, güvən var, rahatlıq var. Sınamağa dəyər. Belə dostlar, bu qaçqın işi idi. İndi mən sizə normal gündəlik həyat. Mən gəlmişəm Lidl-a. Burada Almanyada putulkaların arxasında bax belə bir şey olur. Deməli 2 boş putulkaya bir dənə dolusunu alırsan. Bu putulka 29 centdir. Bu putulka 29 centdir. Üstündə də 25 cent sənin putulkanın pulun verirsən. Ona görə də Almanya təmizdir. Heç kim putulkayı yerə atmır. Bu bir növdə çirklənmənin önünü alırsan. Belə gəlirsən bura. Buradan götürürsən bu şəkildə bir karzin. Mən videonu dayandırıram. 1-2 dəqiqədən sonra davam edəcəm. Deməli dostlar, Lidl-dir Almanya. Məncə gəlirik geri verməyə bu putulkaları. Belə yığılır, bu şəkildə bunları gətirib veririk. Putulkanın biri 25 centdir. Yaxşı Alman pivəsi necə deyərlər? Almanyada yaxşı pivələr var da, Almanya pivənin vətəni. Niyə? Belə hal-hazırda 1 euro yığılıb. Amma sizə deyim ki, mən bir adam tanıyıram, yerlimiz. Bu putulka yığa-yığa yaxşı BMW sürür 2016-cı ili. Belə velosipedlə gedir. Deyim ki, vağzallara belə gəzir də özü üçün. Tapır elə yığa-yığa indi 2016-ın BMW-sini sürür burada. Bir dəfə qismət olsa özün danışdıraram, danışar. Belə dostlar, mən sizə buradakı qiymətləri də göstərəcəm. Sən niyə bunu qəbul eləmirsən? Baxın fərqə, baxın. Burada minimum əmək haqqı 1700 avro, 1800 avrodur. Qiymət də çox ucuz. 3 avroluq. Deməli, bu mağazində qəbul olunur. Mən istəsəm su da ala bilərəm. İstəsəm aldığım produktun pulundan bunu verirsən, çıxırlar 3 euro. Deməli dostlar, Almanya. Bundan yiyin, bu çox yeməli şeydir və vitamindir başdan başa. Ondan sonra deməli kivin 1 kilosu 2.49'a. Pardon. Ondan sonra gəlirik bura. Maraqlı olan şeylərdən sizə göstərim mən. Un neçədir, yağ neçədir, pəsox neçədir. Bu 1500 deyirəm, 1800 avroya qarşıdır. Maşa, yağ, Sonnenblumen 1.49'a. Ondan sonra yumurta lazımdır bizə. Yumurta 18 dənəsi 3.39'a. Qaramı yoxlayırıq, hamısı yerindədir, sınan yoxdur. Ondan sonra pəsoxun 1 kilosu 89 cent, çükər. Onun 1 kilosu 59 cent, 1 avrodadır. Deməli, pəsox bizə lazımdır. Onun da lazımdır. Belə dostlar, başqa
sizə nəyin qiymətini göstərim. Bu Ariel'dir, Alman Ariel'i. 18 euro. Belə. Deməli dostlar, burada dana və dana əti var, donuz əti ilə çəkilmiş. Bir də var təmiz dana əti, 500 qramı 8 avrodur. Amma mən türklərdən alıram, halal kəsimli. Və orada dana ətinin 1 kilosu çəkilmişi 9 avrodur.